إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. Bugün götürəcəyimiz hədis 40-cı hədisdir. An İbn Umar radiyallahu anhuma qal. Deməli, hədisi rəvayət edən Abdullah İbn Umar radiyallahu anhuma deyir ki, Əxəzə Rasulullah bimənkibi, Peyğəmbər sallallahu aleyhi və səlləm mənim çiynimdən tutdu, fəqal, və mənə dedi ki, kun fid dünya kəənnəkə qarib, əv abiru səbil. Bu dünyada bir qərib kimi, yaxud yolçu kimi ol. Və kənə İbn Umar yəqul, İbn Ömər radiyallahu anhuma özü daima deyərdi ki, İzə əmseytə fələ təntəzir sabah və izə əsbəhtə fələ təntəzir məsəh. Yəni, axşama çıxdıqda səhəri gözləmə və səhər açıldıqda da axşamı gözləmə. Və xuz min sihhatikə li maradik və min hayatikə li mautik. Yəni, sağlam olduqda o xəstələnəcəyin günlər üçün ehtiyatlı götür və həyatda ikən də ölümün üçün öz ehtiyatını götür. Rəvahül Buxari. Hədisi İmam Buxari rəvat edib. Və hədis belə başlayır ki, Abdullah İbn Ömər radiyallahu anhuma deyir ki, Əxəzə Rasulullah bimən kibi. Bu, Buxarinin əksər nüsxələrində bu cür keçir. Bimən kibi və bəzi nüsxələrdə gəlir ki, təsniyədə, iklikdə bimən kibey. Bimən kibi, yəni mənim çiynimdən tutdu. Yəni bir çiynimdən, bir əli ilə. Amma belə götürsək ki, bimən kibey, yəni iki əli ilə, iki çiynimdən tutdu. Və dedi ki, bu dünyada bir qərib kimi, yaxud yolcu kimi ol, İbn Ömərə nəsiyyətində. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin təvazökarlığının nümunələrindəndir. Baxma ki, Abdullah İbn Ömər ilə Allah Rasulü aleyhissalatu və sələmin yaşı arasında olan fərq əməlli bir fərqdir. Buna rəğmən, görün öz əshabına qarşı, hətta onların yaşı kiçik də olsa, necə isticanlı idi. Və bu Allah Rasulunun təvazökarlığından idi. Və hətta bəzən bir rəvayətdə gəlir ki, Mədinəyə ilk dəfə gələn, deyəsən, bədəvi ərəblərdən birisi olur, girir Allah Rasulü aleyhissalatu və sələmin məscidinə və Peyğəmbər sallallahu aleyhi və sələm orada olur, əshabı ilə birlikdə və soruşur ki, içinizdə Muhammed kimdir? İçinizdə Muhammed kimdir? Yəni, məclisə girəndə Allah Rasulunun olduğu mövqe, oturduğu yer sahabələrdən fərqlənmirdi. Hətta girən bilmirdi ki, burada Allah Rasulü hansıdır. Yəni, öz əshabı ilə birlikdə onlardan bir fərdidir. Və həmçinin sahabələrindən kimisə görməyəndə həmişə soruşardı, maraqlanardı. Hətta bir qadın var idi, daima məscidin təmizlik işləri ilə məşğul idi və bir vaxt görür, onu görmür. Görür ki, həmin qadın yoxdur. Və sahabələrdən soruşanda ki, o qadın hardadır, onu görmürəm. Deyirlər ki, dünən axşam vəfat elədi. Və Allah Rasulü aleyhissalatu vesselam deyir ki, bəs mənə nə üçün demədiniz ki, onun cənazə namazını qılım, onun üçün dua eləyim? Və deyirlər ki, ey Allahın Rasulü, axşam vəfat etdiyinə görə istəmədik sənə əziyyət verək, ona görə. Və Allah Rasulü sahabələrdən tələb edir ki, onun qəbrini mənə göstərin. Və gedir qəbri üstünə və orada onun üçün cənazə namazı qılır. Ki, hətta Allah Rasulü aleyhissalatu vesselamın duasından məhrum olmasın deyə. Və həmçinin Allah Rasulü aleyhissalatu vesselam sahabələrdən bəzilərinə ehtiyac olduqda, məsləhət gördüyüdə fərdi nəsiyyətlər edirdi. Fərdi, xas. Və o nəsiyyətlərdən də birisi bu nəsiyyətdir ki, bunu İbn Ömər radiyallahu anhuma edib. Və deyib ki, fəqal,
Allah Resulü İbn Ömerə dedi ki, kun fid dünya kəənnəkə qarib. Kun fid dünya, bu dünyada ol, yəni öz halınla, yaşayışınla, öz əməlinlə bu dünyada ol. Necə? Kəənnəkə qarib. Sanki sən qərib birisən. Və ümumiyyətlə, ərəb dilində, həmçinin bizim örfümüzdə də və şəri örfdə də qarib deyəndə iki şey nəzərdə tutulur. Yəni, deyəndə ki, filan kəs qərib adamdır, iki şey nəzərdə tutulur. Bir, dini mənada qərib. Bir də ki, cismi mənada qərib, dünyəvi mənada. Dini mənada qərib nədir? Adam ola bilsin, öz ata, baba yurdunda yaşayır. Lakin fasiqlərin içərisində tək o və onun ailəsi Allaha ibadət edəndir və o fasiqlərin içərisində bu qərib kimidir. Və ola bilsin, elə bir yerdə yaşayır ki, hamısı bidət əhlidir, zəlalət əhlidir, sünnə əhli budur, tək. Və ya bunun ailəsi, o zəlalət əhlinin içərisində bu qərib kimidir. Baxma ki, yaşadığı yer onun doğma diyarı olsa da. Bu qəriblik hansı mənada qəriblikdir? Dini mənada. Necə ki, hədisdə gəlir ki, Bədəəl-İsləmu qaribə və səyəudu kəmə bədə fətubə lil-qurabə. İslam qərib olaraq başladı. Bir anlıq xatırlayın Məkkə dönəmini. Necə idi? Allah Rasuluna iman edən 5-6 nəfər, 10 nəfər, 15 nəfər o boyda cəmaatın Məkkə müşriklərinin içərisində onlar qərib idilər. Baxma ki, öz doğma diyarları idi. Dini mənada qərib idilər. Və Allah Resulü aleyhissalatü vesselam buyurur ki, İslam qərib olaraq başladı və qərib olaraq da qaydacaq. Və vaxt gələcək, İslam bu cür olacaq. Yer üzündə. Fətubə lil-qurabə. Və xoş halına o həmin qəriblərin. Bu birinci mənada qəriblikdir, dini mənada. İkinci mənada qəriblik nədir? Bildiyimiz qəriblik, dünyəvi, cismi mənada. Məsələn, bir insan harasa gəlir, ola bilsin orada yurt salır. Onun ata-baba yurdu deyil. Doğulduğu, boya başa çatdığı yer deyil, onun vətəni deyil. O adama həmin yerdə nə deyirlər? Bu qərib adamdır. Yəni, bura yad adamdır. Və hədisdə qəsd olunan qəriblik bu qəriblikdir. İkinci mənada olan qəriblik, dünyəvi. Ona görə Allah Resulü aleyhissalatü vesselam buyurur ki, kun fid dünya kəənnəkə qarib. İbn Ömərə deyir ki, sən bu dünyada qərib kimi ol. Av abiru səbil. Yaxud yolçu kimi. Yəni, yolu keçən bir adam kimi. Və təbii ki, bu birincisindən də şiddətlidir. Hal baxımından. Yolçu qərib olandan daha şiddətlidir halı. Ona görə bu hədisdən həm də bunu anlamaq olar ki, dünyaya qarşı zahid olanların iki halı var. Dünyaya qarşı zahid olan insanların iki halı və ya iki mərtəbəsi var. Onlardan birincisi qəriblik mərtəbəsidir. Yəni, insan bu dünyada özünü qərib kimi hiss edir. O bilir ki, bu dünya onun həqiqi məskəni deyil. Səadət diyarı deyil. Təsəvvür et ki, babamız Adəm bu dünyaya günah işlədiyinə görə düşüb. Düşüb, yüksəlməyib, enib. Necə səadət diyarı ola bilər? Necə səadət diyarı ola bilər ki, babamız bura günah işlədiyinə görə düşüb. Və insan bunu bilir. Və bilir ki, bu dünya onun qərar tutacağı yer deyil. Anlayır ki, kullu nəfsin zaiqatul maut. Hər can ölümü dadacaq. Yəni, dünyanın həqiqətindən qəflətdə deyil. Ona görə insan yaşayır 70 il, 100 il, lakin necə? Qərib. Dünyada özünü qərib kimi hiss eləyir. Necə ki, bir adam başqa bir diyara köçüb, orada yurt salsa, necə ki, özünü orada qərib hiss eləyir, bax bu cür. Dünyada özünü qərib kimi hiss eləyir. Bu elə bil ki, birinci haldır. Yəni, qəlbi bu dünyaya bağlı deyil. İkinci halı isə, bu dünyaya qarşı olan zahidliyin ikinci halı, bu birinci haldan da daha şiddətlidir. Bu daha əzəmətlidir. O da hansıdır? Bu dünyada sən
qərib kimi yox, yolçu kimi olursan. Çünki yolçunun qəribdən fərqi odur ki, qərib ola bilsin bayaq dediyimiz kimi, geçsin başqa bir yerdə, dədə, baba torpağı olmayan yerdə, qərib bir diyarda yurt salsın, yaşasın, amma yolçu ümumiyyətlə yurt salmır. Hansısa bir kənddən, hansısa bir şəhərdən, diyardan keçib gedir. Hansı daha halı şiddətlidir? Bu. Və Allah Resulü Aleyhisselatü Vesselam deyir ki, yaxud abiru səbil, bu cür ol. Yolu keçib gedən adam kimi. Yəni, insan bu dünyada yaşayır və onun üçün dünya həqiqəti nədir? Bir körpü rolunu oynayır. Onu ahirətə aparacaq bir körpü, bir yol. Hansı ki, bunu keçib gedəcək. Dünyaya bu cür baxır. Və adətən bir yerdə hətta qərib olaraq məskunlaşan, məskunlaşdığı üçün öz tədarükünü görür. Evini tikir, işini qurur, qərib olsa da. Amma yolu keçən adam bunu da eləmir. O neyniyir? Yolu üçün ona lazım olacaq azüqədən götürür və bəzi insanlar bu dünyada bu cür yaşayır. Ona bəs edəcək qədər azüqəni götürür və yoluna davam edir. Bilir ki, yol ahirətə gedən yoldur. Və bu birincisindən də daha əzəmətlidir və ağırdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin də dünyaya qarşı zahidliyi bu məqamda idi. Ona görə Allah Resulü aleyhissalatü vesselam başqa hədisdə buyurur ki, İnnəmə məsəli və məsəlü dünya kəməsəli rakibin qalə fi zilli şəcərə sümmə rahə və tərəkəhə. Mənimlə dünyanın misalı bir yolçunun misalına bənzəyir. O yolçu ki, yolda gedərkən bir ağacın kölgəsində qaylulə edir, günorta yatışı, qalə fi zilli şəcərə, sümmə rahə və tərəkəhə. Sonra oyanır və oranı tərk edib gedir. Həmin o yolçu misalı. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, mənim dünyaya baxışım budur. Yəni yolçu o ağacın kölgəsində əbədi qalmır. O orada məskunlaşmır. Sadəcə müvəqqəti bir yerdir, orada dincəlir, öz tədarükünü götürür və sonra yoluna davam edir. Və həmçinin bu hədisdə kun fid dünya kəənnəkə qarib, bu dünyada bir qərib kimi ol, av, yəni yaxud abiru səbil, yolçu kimi, o av, yaxud hansı mənadadır? Yaxud mənasındadır. Yoxsa idrab, yəni bəl, yəni əksinə mənasındadır. Bunda alimlər ixtilaf ediblər. Bəzi alimlər deyiblər ki, av burada təxyir, yəni bizim dildə desək, yaxud mənasındadır. Bu cür götürsək, hədisin mənası budur ki, bu dünyada ya qərib kimi ol, ya da yolçu kimi ol. Bəzi alimlər isə deyiblər ki, yox, burada av bəl mənasındadır. Mənası odur ki, yəni bu dünyada, yəni qərib kimi ol, yəni Allah Rasulü Abdullah ibn Ömərə deyir ki, bu dünyada qərib kimi ol, əksinə bu dünyada yolçu kimi ol. Yəni sən bunu bacararsan. Yəni sanki birinci İbn Ömərə bu dünyada qərib kimi yaşamağı tövsiyə edir. Sonra bilir ki, İbn Ömər bundan da artığını bacarar və deyəndə ki, av, kun fid dünya kəabir səbil liənnəkə təstəti'. Yəni, əksinə, sən bu dünyada yolçu kimi ol, nəinki qərib kimi, çünki sən bunu bacararsan. Xülasə hədisin mənası budur. Çünki, və fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm misal çəkəndə necə gözəl misal çəkib qəriblə yolçunu. Çünki qərib adam və yolçu olan daima nəyi fikirləşir? Öz diyarını və ya gedəcəyi yeri. Və Allah Resulü aleyhissalatü vesselam buyurur ki, bu dünyada da bu cür yaşa. Gedəcəyin yeri, həqiqi yurdu daima fikirləşən ol. Qərib kimi, yolçu kimi o yaşadığın, qaldığın, gəlib keçdiyin yerə bağlanan olma. Necə ki Allah Azze və Cəllə buyurur ki, İnnəmə həzihil həyatü dünya məta'.
Həqiqətən də bu dünya həyatı yalnız və yalnız fani, keçici bir zövqdür. Və innəl əxirətə hiyə darul qarar. Axirət yurdu isə qərar tutacağınız həqiqi yurtdur. Ümumiyyətlə, qardaşlar, bu mövzu ki var, yəni dünyaya bağlanmamaq, dünyaya qarşı zahid olmaq, bu şəriətdən əzəmətli mövzulardandır. Ona görə hətta alimlər, bizim sələflərimiz, hətta qədim vaxtlardan bu barədə ayrıca xas kitablar yazıblar. Məsələn, İbn Əbi Dünya, rəhmətullahi aleyhin, bu alim hicrətin 3-cü əsrində yaşayan alimlərdən olub. Xüsusən də yazdığı kitablar ədəb babında, əxlaq babında, zahidlik, bu babda, bu mövzularda yazılmış kitablardandır və onun yazdığı kitablardan birisi də Zəmm-ü Dünya, dünyanın zəmm edilməsinə aid bir kitabı var. Həmçinin İmam Əhmədin Kitab-ı Zühd, Zühd adında kitabı var və xüsusən bu iki kitabdan dünyanın zəmmi və dünyanın həqiqəti ilə əlaqəli bəzi hikmətli kəlamlar, bəzi rəvayətlər qeyd eləmişəm. Onları inşallah bölüşmək istəyirəm. Deməli, İsa aleyhissalam deyərdi ki, həlavətü dünya mərarətul əxirə və mərarətul dünya həlavətul əxirə. Yəni, dünyanın şirinliyi axirətin acısıdır. Və dünyanın acısı axirətin şirinliyidir. Və həmçinin İsa aleyhissalam İsrail qövminə, yahudilərə xitabən deyir ki, dünyanı həmişə alçaq tutun. Əgər dünyanı alçaq tutsaz, axirət sizin üçün hörmətli olar. Əgər dünyaya hörmət eləsəz, axirət sizin gözünüzdə alçalar. Sonra İsa aleyhissalam deyir ki, lakin bunu bilin ki, dünya hörmətə layiq yer deyil. Və adı üstündədir. Dünya elə mənalarından birisi nədir? Yəni alçaq, aşağı olan bir yer. Yəni adı üzərindədir. Və həmçinin İsa aleyhissalam deyərdi ki, hubbu dünya aslu kulli xatiyə. Yəni dünya sevgisi ki var, bilin ki, hər bir günahın mayasıdır. Hər bir günahın təməlində, əsasında, mayasında hubbu dünya, dünya sevgisi gizlənir. Sadəcə olaraq bu hansısa bir yolla özünü aşkara çıxarır. Ya həsəd yoluyla, ya oğurluq yoluyla, ya şəhvət yoluyla, ya cürbəcür başqa asiliklərdə. Və Yahya ibn Muaz rahmetullahi aleyh deyərdi ki, Əd-dünya xamru şeytan. Dünya şeytanın xamrıdır. Yəni şeytanın şərabıdır. Və o şərabdan içən yalnız və yalnız ölüm anında ayılır. Yahya ibn Muaz rahmetullahi aleyh dünyanın nəyə bənzədir? Şeytanın şərabına. Yəni demək istəyir ki, şeytan insanları dünya ilə sərxoş edir. Və sərxoş olan adam necədir? Öz danışığını, öz hərəkətini bilmir. Və eləcə də şeytan insanları bu dünya şərabı ilə, dünya ilə sərxoş edir və insan bu cürdə yaşayır. Qəflət içərisində bir də nə vaxt ayılır? Bu sərxoşluqdan ölüm anı ona gəlib çatdıqda. Və həmçinin bu əsərlərdə çox maraqlı bir şeyə rast gəlmişəm. Bunu əvvəl də bəzi dərslərdə bir neçə dəfə qeyd eləmişəm. O da çox qəribədir. İstər peyğəmbərlərdə olsun, istər sahabələrdə, yəni istər bizdən qabaqki salih insanlarda və ya bu ümmətdən olan salih insanlar bir çoxsu yuxuda dünyanı görüblər. Yəni Allah Azza və Cəllə dünyanı yuxuda onlara göstərib. Bu nə deməkdir? Yəni yuxuda dünyanı görmək, biz məgər dünyanı görmürük? İndi yox. Yəni dünyanı canlı bir varlıq şəklində Allah bəzi peyğəmbərlərə, salihlərə, həm bizdən qabaqçılara, həm də bu ümmətdən olanlara göstərib. Və çox qəribədir. Demək olar o rəvayətlərin istisnasız hamısında belə gəlir ki, o peyğəmbərlərin, o sahabələrin, salihlərin hamısı yuxuda dünyanı
bəzənmiş qoca qarı şəklində görüblər. Çox qəribə bir mənzərədir və yerində olan mənzərədir. Yerində olan mənzərədir. Niyə məhz bəzənmiş qoca qarı? Çünki əslində o qoca, yaşlı, eybəcər, hətta bəzi rəvayətlərdə belə gəlir, kaftar qarıya normalda kimsə meyl salar, heç kəs. İnsanların ən axmağı belə meyl salmaz. Lakin o elə bir kaftar qarıdır ki, bəzənib. Bizim tabirimizcə desək, maskalanıb. Və o yalancı sifətin arxasında hansı qarı, kaftar, eybəcər sifət gizlənib, insan onu görmür. Və üzdəki olan o zinətə allanıb ona aşiq olur. Və dünya əhlinin halı budur. Dünyaya allananların. Amma görsən, o arif insanlar, o bəsirət gözləri bağlı olmayan insanlar o pərdənin arxasını, o dünyanın həqiqətini, həqiqi üzünü görə bilirlər. Ona görə o sevgi, o meyl olmur. Məsələn, İsa aleyhissalam yuxuda dünyanı yaşlı, çirkin qarı şəklində görür, amma elə bir qarı ki, aleyhə kulli zinə, üzərində hər bir zinət var, bəzənib. Amma qoca çirkin bir qarıdır. Və İsa aleyhissalam ona deyir ki, o qarıya, yəni dünyaya, deyir, sən neçə dəfə evlənmisən? Qarı da deyir ki, sayını itirmişəm. Deyir, bəs sənin o ərlərin hardadır? Onlar səni boşayıblar, yoxsa ölüb gediblər? Qarı deyir ki, mən onları öldürmüşəm. Və İsa aleyhissalam deyir ki, vay sənin indiki ərlərin halına ki, sənin öldürdüyün, məhv elədiyin o keçmiş ərlərin halından ibrət götürmürlər. Və hətta İbn Abbas radiyallahu anhuma deyir ki, bu da çox qəribədir, eyni nöqtəyə vurur. Qiyamət günü dünya çirkin qarı şəklində gətiriləcək. Bilirsiniz, nə qədər hədislər var ki, məsələn, qiyamət günü Bəqərə surası, Əli İmran surası gələcək. Necə gələcək? Allah necə istəyir elə. Qiyamət günü ölüm gətiriləcək. Qoç şəklində. O zaman ki, cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə girəcək və ölüm məxluq olaraq qoç şəklində gətiriləcək və ölüm özü zəbh ediləcək. Həmin qoç boğazlanacaq, kəsiləcək. Yəni nə olacaq? Yəni ölüm ölümü dadacaq. Və deyiləcək ki, artıq ölüm özü ölüb. Bundan sonra nə cənnət, nə də cəhənnəm əhlinə ölüm yoxdur. Bu necə olacaq? Bu dünyanın qanunları, qaydaları həqiqəti ilə axirət həqiqəti eyni deyil. Və İbn Abbas radiyallahu anhuma deyir ki, dünya qiyamət günü gətiriləcək qoca, çirkin qarı şəklində. Üzərində də heç bir zinəti yoxdur, həqiqi şəklində. Və deyiləcək ki, tərifunə həzihi, siz bunu tanıyırsınız. İnsanlar deyəcəklər ki, Allahım, belə bir çirkini tanımaqdan sənə sığınırıq. Və sonra onlara xitab ediləcək ki, bu uğrunda bir-birinizlə mübahisə etdiyiniz dünyadır. Bu uğrunda bir-birinizlə dalaşdığınız, uğrunda bir-birinizə həsəd etdiyiniz, uğrunda bir-birinizə nifrət elədiyiniz, uğrunda bir-birinizə hiylə qurduğunuz və uğrunda hətta qohumluq əlaqələrini kəsdiyiniz həmin dünyadır. O dünya ki, qiyamət günü məhz bu cür çirkin qarı şəklində gətiriləcək. Və Ali radiyallahu anhu dünyanı belə vəsf edir ki, deyir ki, Dəru mən səhhə fiyhə hərim və mən səqimə fiyhə nədim və mən iftəqara fiyhə həzin və mən istəqnə fiyhə futin.
Bu dünya elə bir dünyadır ki, bu dünyada ömrü boyunca sağlam yaşayan sonda nə olur? Qocalır. Xəstə yaşayan əziyyət çəkir, peşman olur. Kasıb yaşayan kasıblığına görə üzülür, zəngin olan da zənginliyinə görə fitnəyə məruz qalır. Bu dünya həyatı budur. Əli radiyallahu anhu nə demək istəyir? Demək istəyir ki, fərqi yoxdur. İstəyir bu dünyada sağlam ol, istər xəstə. İstər kasıb ol, istər zəngin. Dünya həyatının həqiqəti budur. Fi halalihə əl-hisəb və fi haramihə əl-iqab. Halalında, yəni halalına görə hesab var, haramına görə də cəza. Hər iki halda da dünya həyatının həqiqəti budur. Və hətta İbnül Qayyim rahiməhullahın bir kitabı var. Uddətus sabirin və zəxirətus şakirin. O kitab bizim dilə də tərcümə olunub. Bəlkə də 15-20 il bundan qabaq tərcümə olunan kitablardandır. Səbr edənlərin azüqəsi, şükr edənlərin tədarükü bu adda. Mən deyərdim ki, İbnül Qayyim rahmetullahi aleyhin belə desək 2-3 şah əsəri varsa onlardan birisi budur. Xüsusən də ümumi cəmaat üçün. Məsələn, elm əhlinə nisbətdə, alimlərə nisbətdə şah əsəri İ'lamul Muvaqqi'indir. Amma ümumi cəmaata nisbətdə bir Zadul Ma'addır, bir də bu qeyd etdiyim kitab. Ona görə hər kəs o kitabı oxumağı nəsiyyət edirəm. Və həmin kitabda İbnül Qayyim rahmetullahi aleyh belə bir bölüm açır. Fi zikri əmsilətin tubeyyunu həqiqətəd dünya. Dünya həqiqətini bəyan edən misallar. Və orada 23 dənə misal zikr edir. 23 dənə misal. Dünya həqiqətini bəyan edən. Və oradakı 15-ci misalı müxtəsər olaraq qeyd etmək istəyirəm. Rahmetullah aleyh deyir ki, dünya həyatı nəyə bənzədir? Və dünya həyatına qarşı insanların halını. Bir ona bağlı olan, onun üçün yaşayan, onun üçün ölən, bir də onu axirəti üçün vəsilə bilən insanlar. Deyir, elə bil ki, bir insan, qonaqpərvər birisi, öz evini bəziyib, qonaqları üçün bütün yeməklərdən, təyamlardan hazırlayıb, süfrəni açıb, yeri rahatlayıb, qonaqları qəbul etməyə hazırdır. Və o qonaqlar içərisində eləsi var ki, gəlir, girir o evə və o evdə öz yerini bilir. Bilir ki, bu ev onun deyil. Qabağındakı təamlar bilir ki, bu ev yiyəsinin qonaq pərvərliyinin, səxavətinin bir təcəllisidir. Ona lazım olan qədər ondan götürür və əlini başqa bir şeyə uzatmır. Çünki bilir ki, onun evi deyil, başqasının evidir. Öz evində deyil, qonaq gəlib, birazdan gedəcək. Xülasə, hörmətlə gəlir, hörmətlə oturur və hörmətlə də gedir. O birisi isə gəlir, oturur və özünə aid olmayan şeylərə əl uzadır və hətta içindən keçirir ki, bəlkə bu mənim olsaydı. Və bir müddətdən sonra elə evdə hərəkətlər eləyir ki, elə bil ki, öz ata eviymiş kimi. Və beləcə də hörmətdən düşür və sonra özünü qapıda görür. Tutub atırlar qapıya, qapının ağzına. Və İbnül Qayyim rahmetullah aleyh deyir ki, dünyada yaşayan insanların da halı budur. Bəzi insanlar, birinci insanın misalı, bilir ki, bu dünya onun deyil. Allah Azze və Cəllənin bu dünyada olan neymətləri, səxavətinin bir təcəllisidir. Öz yerini bilir. Haqsız nəyəsə əl uzatmır və hörmətlə yaşayır, izzətlə də gedir. Bəzi insanlar isə ona aid olmayan yeri özünün yurdu zənn edir və bu da onu ev yiyəsinin gözünün önündə hörmətdən salır və bu cürdə alçalıb zillətə düşənlərdən olur. Və sonra
Deməli, bu hədis hansı ki İmam Buxari bu hədisi rəvayət edib, fikir verdiniz, bu hədis iki hissədən ibarətdir. Biri, hədisin birinci hissəsi mərfu hədisdir, ikinci hissəsi isə mövquf. Mərfu ilə mövquf arasında fərq nədir? Mərfu, yəni Peyğəmbərin sözü, Allah Rasulunun İbn Ömərə deməsi ki, kun fid dünya kəənnəkə qarib əv abiru səbil, bu dünyada bir qərib kimi, yaxud yolçu kimi ol, bu mərfudur. Allah Rasulunun sözüdür, İbn Ömərə nəsiyyətidir. Və hədisin ikinci hissəsi isə Ömər bin Xattabın sözüdür. Ravi deyir ki, ravi mücahiddir, bunu İbn Ömərdən rəvat edib, deyir ki, وَكَانَ ابْنُ عُمَرْ يَقُولُ və İbn Ömər həmişə belə deyərdi. Deyərdi ki, İzə əmsəytə fələ təntəzir sabah və izə əsbəhtə fələ təntəzir məsəl. Axşama çıxdıqda səhəri gözləmə. Səhər açıldıqda axşamı gözləmə. Yəni, xəyallarla yaşama. Yəni, bu günüvün adamı ol, vaxtıvın adamı ol. Və işlərivi təxirə salma. Necə deyirlər, sonraçılardan olma. Belə bir ibarə var, sonraçılar. Bizim dildə belə tərcümə olunur. Ərəb dilində başqa cürdür. Sonraçı nədir? Nəsə iş görəcək, deyir, sonra edərəm. Vaxtı gəlir, deyir, sonra edərəm. Sabah edərəm. Təxirə salmaq xəstəliyinə tutulub. Bu adam əmindir ki, sabaha açılacaq. Ola bilsin açılacaq, lakin sən bugün hansı haldaydın, ola bilsin o işi görəcəydin, sabah onu görə biləcəksən, Allah bilir. İbn Ömər demək istəyir ki, sonrasılardan olma. Arzularla, xəyallarla yaşama və vaxtının adamı ol. Vaxtının adamı, günün adamı olmaq nə deməkdir? İnsanın həyatı vaxt baxımından üç hissədən ibarətdir. Yəni, zaman üç hissədir. Keçmiş, indiki və gələcək. Keçmiş artıq keçib. Olan olub, bitən bitib. Gələcək də qeybdir. Allah bilir. Səhər açılacaq, sabah olacaq, olmayacaq. Bu nisiyədir. Nəqd olan nədir? Bu günün. Və bu günün adamı ol. Axşam olanda səhəri, səhər olanda da axşamı gözləmə. Və bu həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində də özünü göstərib. Deməli, Allah Rasulü aleyhissalatu və səlləm bir gün, bax bu vərəkdə gördüyünüz formada yerə xəttlər çəkir, ortadan düz bir xət çəkir və həmin xəttin qıraqlarına üstdən və altdan balaca xəttlər qoyur və sonra oranı çevrəliyir. Və deyir ki, bu xət ki var, çevrənin içərisində olan xət insandır. İnsan budur. Onu əhatə edən bu xət ki var, o onun əcəlidir. Hər tərəfdən onu əhatə edib. Onun həyatıdır. Və bu üstdə olan, altda olan o balaca xətlər isə bu dünyada onun başına gələn müsibətlər, imtihanlar, sıxıntılar, yəni bildiyiniz dünyanın həqiqətidir. Hətta hədisdə gəlir ki, birini atladın, o birisi səni tutacaq. Birindən keçdin, o birisindən kəsə bilməyəcəksən. Yəni, dünya həyatın həqiqətidir. Amma bu əcəli yarıb keçən yer ki var, insanın arzu və istəkləridir. Fikir ver, o qədər uzundur ki, insan həyatını da yarıb keçib. Əcəli belə yarıb keçib. Və bu şəkilə baxdıqda, əcəl ona daha yaxındır, yoxsa arzular və xəyallar? Gör, insan ona yaxın olan əcəli barədə nəysə düşünür. Düşündüyü nədir? Bu arzular, bu xəyallar, hansı ki, bu arzularla yaşayır, lakin bir gün əcəli bu arzulara son qoyur. Və bu dünya həyatının həqiqətidir. Və Abdullah ibn Ömər radiyallahu anhumə də onu demək istəyir. Ümumiyyətlə, qardaşlar, dünya həyatının həqiqəti nəfsi tərbiyə baxımından deyirəm, demək olar ki, üç şeydir. Üç şey sənin zehnində oldu. Onlar nələrdir? Birincisi, bayaq dərsin əvvəlindən bu yerəcən götürdüyümüz, az-çox izah etdiyimiz
o dünya həyatının həqiqəti ki var. Bu həqiqəti unutmamaq, bu bir. Yəni, daima bu həqiqəti göz önündə tutmaq, bundan qəflətdə qalmamaq. Yəni, insan bu dünyada yaşayır. Amma başa düşməlidir ki, bu dünya həyatın bir həqiqəti var. Qəlbini o həqiqətdən xali etmə, qəflətə salma. Və ikincisi, daima ölümü xatırlamaq. Yəni, insan başa düşməlidir ki, bir gün gələcək, o öləcək. Və çox qəribədir. Bunu hər kəs bilir, amma heç kəs düşünmək istəmir. Hətta kafirlər belə axirətə iman etməsə də bilir ki, öləcək. Kullu nəfsin zaiqatul maut. Hər can ölümü dadacaq. Ona görə Allah Azza və Cəllə Qur'anda ölümü nə adlandırıb? Yəqin. وَعْبُدُ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Sənə yəqinlik, yəni ölüm gələnə qədər Rəbbinə ibadət et. Niyə ölüm yəqinliyi adlandı? Çünki onun həqiqətində hər kəs yəqindir. Ona görə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, əksiru min zikri hədimil ləzzət. Ləzzətləri paramparça edəni ölümü tez-tez xatırlayın. Bu iki, yəni dünyanın həqiqəti. İkincisi, insan bilməlidir ki, bir gün öləcək. Bunu arada bir düşün. Düşün ki, bir gün can verəcəksən. Bu insana dəhşət kimi gəlsə də həqiqətdir. Və sən can verəndə Rəbbin səndən, sən də Rəbbindən razı qaldığın halda, günahlarından təmizlənmiş, pak, təmiz halda Rəbbinə qovuşacaqsan, necə olacaq? Və üçüncüsü də ki, hesab günü ki var, hesab gününü daima göz önündə tut, daima. Və ən əsası, bu üç şey var ha, xüsusən də ikinci, ölüm və hesab günü. Bunu özündən uzaq bilmə. Bax, şeytanın hiləsi buradadır. Şeytanın hiləsi buradadır. İnsan bunu özündən uzaq bilir. Dünya həyatını uzun bilir. O dəfə qardaşa deyirəm, bəzi insanlar var, oturur, məsələn, 30 yaşı var, deyir, artıq 30 yaşım var, Allah kərimdir, bundan da sonra bir 30 il, 40 il yaşasam, yəni 70 il, deməli hələm, ömrümün yarısı tam olmayıb. Allahu Akbar. Sən bunu fikirləşirsən və bilmirsən ki, sənin ömrüvə bir gün qalıb. Dəhşədə bax. Bunu fikirləşdiyin gün sonuncu günündür. Amma şeytan insana bu cür gəlir. Ona görə nə badə bu ölüm və hesab günü ki var, bunu özündən uzaq biləsən. Nə mənada uzaq? Yəni insan öldü və onun diriləcəyi gün ilə öldüyü gün arasında milyon illər keçsə belə, o başında torpaq diriləndə ona elə gələcək ki, qəbirdə bir gün, gün yarım qalıb və ya bundan da az. Yəni uzaq deyil. Xülasə olaraq bilmək lazımdır ki, insanın ölümü onun qiyamətidir. İnsanın ölməsi ilə diriləcəyi gün, necə ki, hər axşam yaşayırıq ha, yatmağımızla oyanmağımız arası nədirsə odur. Ona görə uzaq bilmə bunu özünə. Bir dənə sadəcə olaraq ölüm həqiqəti ki var, onu daima göz önündə tut, bu sənə bəsləyir. Hesab günü, hər şey bunun ardıncadır. Buna bağlıdır. İnsanın ölümü onun qiyamətinin qopmasıdır. Və İbn Ömər radiyallahu anhumə daima deyərdi ki, axşam olduqda səhəri gözləmə, xəyallarla yaşama və səhər açıldıqda da axşamı. Və xuz min sihhatikə limaradik və min həyatikə limautik. Sağlam olduqda, sağlam ikən xəstələnəcəyin günlər üçün ehtiyatını götür. İbn Ömərin bu sözü ki var, sözünün bu yeri, bunu iki formada başa düşmək olar. Birinci forması budur ki, وَخُذْ مِنْ سِحَّتِكَ لِمَرَضِكَ, yəni sağlam ikən xəstələnəcəyin günlər üçün ehtiyatını götür. Yəni sağlamsan, indidən ehtiyatını götür, çünki daima belə qalmayacaqsan. Cavansan, daima belə olmayacaqsan.
o cümlədən də ölümün üçün həyatında ehtiyatını götür. Həmçinin belə də başa düşmək olar ki, yəni xəstələnənə qədər sağlamlığından və ölüm gələnə qədər həyatından istifadə et. Hər iki məna da bir-birlərinə yaxın mənalardır. Və necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İğtənim xamsən qablə xams. 5 şey gəlməmişdən öncə 5 şeyin qədrini bil. Yəni 5 şey gəlməmişdən öncə 5 şeydən istifadə et. Qocalıq gəlməmişdən öncə cavanlığından, xəstəlik gəlməmişdən öncə sağlamlığından, kasıblıq gəlməmişdən öncə zənginliyindən, məşğuliyyət gəlməmişdən öncə boş vaxtdan və ölüm gəlməmişdən öncə həyatından istifadə et, ondan faydalan və öz ehtiyatını götür. Xülasə eləsək, əziz qardaşlar, yəni dünya həyatı elə bir yerdir ki, mömin onu özü üçün qayə edə bilməz. Dünya həyatı deməli nədir? Qayə deyil, məqsəd deyil. Dünya həyatı həqiqi məqsədə aparan sadəcə olaraq bir vasitədir. Ona görə İsa aleyhissalam deyərdi ki, sözün gözəlliyinə baxın, La təttəğizu dünya rabben fətəttəğizukum abidən. Dünyanı özünüzə rəb etməyin. Rəb nə deməkdir? Yəni dünyaya qul olmayın. Dünyanı özünüzə rəb etməyin. Əks halda o sizi özünə qul edəcək. Və həqiqətən də belədir. Elə insanlar var, bu dünyanın quludur. Və Cəfər ibn Muhammed, rəhmətullahi aleyh, Cəfər-ü Sadiq, deyir ki, Əvhallahu Teala ilə dünya fəqal. Allah Azza və Cəllə bu dünyaya vəhy etdi. Bu dünyaya xitab edərək dedi ki, Uxdumi mən xadəməni və ət'ibi mən xadəmək. Mənə xidmət edənlərə xidmət et. Sənə xidmət edənləri yor. Onlara əziyyət ver. Dünya həyatının həqiqəti budur. Allah Azza və Cəllənin dünyaya xitabıdır. Deyir ki, ey dünya, kim ki mənə xidmət edəcək, sən də ona xidmət et. Kim ki sənin üçün yaşayacaq, sənə xidmət edəcək, onu öz içində yor. Və necə ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisində də özünü göstərir və bu hədislə də bu dərsi tamamlayaq. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, Mən kənətil əxirə əkbərə həmmihi cəaləllahu qinahu fi qalbihi və cəmə'ə ləhu şəmlə və ətəthu dünya və hiyyə rağimə. Kimin dərdi, ödə dərdi yox, ən böyük dərdi axirət olsa, Allah Azza və Cəllə onun zənginliyini qəlbində edəcək, onun qəlbini zəngin edəcək, onun qəlbini geniş tutacaq və onun bütün işlərini səhmana salacaq. Və ətəthu dünya və hiyyə rağimə və dünya zəlil bir şəkildə onun ayağına gələcək. Əmin ol buna. Kimin? O kəs ki, onun ən böyük dərdi nədir? Axirət dərdidir. Və mən kənətid dünya əkbərə həmmihi və o kəs ki, onun ən böyük dərdi dünyadır, cəaləllahu fəqrahu beynə ayneyh. Allah onun kasıblığını gözünün önündə edəcək. Və fərraqa aleyhi şəmləh və onun işlərini darmadağın edəcək. Və ləm yətihi minəd dünya illə mə quddirə ləh. Və bu dünyada, dünyadan ona qədərində yazılandan başqası verilməyəcək. Bir növ, əvvəldə hədisdən qabaq dediyimiz Cəfər rəhmətullahi aleyhin sözü. Yəni, ey dünya, kim ki mənə xidmət etsə, sən də ona xidmət et. Kim ki sənə xidmət etsə, ona alçalt, onu yor, onu zəlil və həqir vəziyyətə sal. Dua edirəm ki, Allah Azza və Cəllə bizi dünyaya qarşı zahid olan qullarından etsin.
dünya həqiqətinə qarşı bizi qəflətə salmasın. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.